Bismillahirrahmanirrahim. Allahın hövlü qüvvəsi ilə Hicri qəməri təqviminin Zilqədə ayının günlərini yaşayırıq. Digər aylarda olduğu kimi Zilqədə ayında da bir neçə tarixi əlamətlər günlərimiz vardır. Bu günlərdən biri də Dəhvül Ərz günüdür. Dəhvül Ərz nə deməkdir? Dəhvül Ərz ərəb mənşəli mürəkkəb bir sözdür və birinci tərkib hissəsi dəh, ikinci tərkib hissəsi isə arz sözündən ibarətdir. Dəh sözünün mənası, yəni yaymaq, genişləndirmək. Arz da ki, yəni yer deməkdir. Dəhvül ərz birlikdə istifadə olunanda nə nəzərdə tutulur? Yer üzünün əvvəlcə tamamən sel suları ilə örtülü olduğu, sonradan bu suların çökəkliklərə dolması və quruluq sahələrinin meydana çıxaraq tədricən genişlənməsi dəhvül ərz deməkdir. Sözsüz ki, başlanğıcda yaradılışın ilk etapında yer üzü enişli, yoxuşlu yaşamaq üçün əlverişsiz olub. Amma davamlı yağışlar torpaqları yumşaldıb, bərabərləşdirib, dağları aşındırıb, vadilər genişləndirilib və bununla, bu minvalla da insan həyatına uyğun düzənli sahələr yaranıb. Dəhvül ərz günü yer üzündə Allah tərəfindən həyat verildiyi gündür. Ona görə bu gün xeyirli və bərəkətli gündür. Bu gün isə, yəni hansı ayda baş verir? Hicri qəməri təqviminin Zilqədə ayının 25-nə təsadüf edir. Bu gündən etibarən, yəni Dəhvül ərz günündən Zilqədə ayının 25-dən etibarən su ilə örtülü yer üzündə quru sahələr üzə çıxmağa başlayıb və zamanla bu sahələr hazırki quru ərazilərin təxminən 1/4-nə çatıb. Necə ki, biz bilirik ki, yer kürəsinin 4-dən 3-ü sudur, 4-dən 1-i qurudur. Rəvayətlərə əsasən ilk quruya çıxan yer Allahın Kəbə evinin yeri olub. Quran-ı Kərimdə bu Dəhvül ərz mövzusuna bir ayə demək işarə edir ki, bir ayədə işarə olunur. Yəni Euzubillahimineşşeytanirracim və l-ardı ba'de zəlikə dəhaha, yer üzünü ondan sonra yaydı. Biz dedik axı, dəh sözünün mənası yaymaqdır, genişləndirməkdir. Dəhaha, yəni yer üzünü ondan sonra yaydı. Hansı mərhələdən, hansı etapdan sonra təfsirçilər burada şərh verirlər. Bu ayənin təfsirində deyirlər ki, Allah yeri insanın yaşayışı və canlıların inkişafı üçün düzəltmiş, sərt və yaşanmaz əraziləri yumşaldaraq münbit torpaqlara çevirmişdi. Həzrət Əli əleyhissalam Dəhvül ərz günü, yəni Zilqədə ayının 25-nə dair bərəkətli olmasına aid bir rəvayət də nəql olunur Həzrət Əli əleyhissalamın tərəfindən ki, Həzrət buyurur ki, yerin üzünə ilk rəhmət yağışı Zilqədə ayının 25-də yağmışdır. Həzrəti İmam əleyhissalamın zamanında Həsən İbn Əli adlı bir nəfər deyir ki, Dəhvül ərz gecəsi mən uşaq idim, atamla gəldik İmam əleyhissalamın huzuruna. Və yemək yeyəndən sonra Həzrət İmam əleyhissalam dedi ki, bu gecə Dəhvül ərz adlanır. Bu gecədə belə bir gecələrdə, yəni Dəhvül ərz gecələrinin birində Həzrət İbrahim əleyhissalam dünyaya gəlib. Yəni demək bir rəvayətə əsasən demək Zilqədə ayının 25-i Həzrət İbrahim əleyhissalamın mövlud günüdür. Və belə bir gecələrdən birində Həzrət İsa əleyhissalam dünyaya gəlib. Yəni Həzrət İsa əleyhissalamın da dünyaya gəldiyi, əgər biz Hicri qəməri təqvimi ilə tarixini bilmək istəsək, Zilqədə ayının 25-də Həzrət İsa əleyhissalamın dünyaya gəldiyi gündür. Və Həzrət buyurur ki, və bundan da əlavə bu gündə, yəni Zilqədə ayının 25-i Dəhvül ərz günündə yer üzü Kəbədən yayılmağa başlayıb. Yəni
yaymaq və genişləndirmək. Yəni hər bir şeyin bir ibtidası olduğu kimi quruluğun da yayılmasının, yəni başlanğıcın yayılmamışdan öncə başlanğıcı hardan başlayır? Allahın Kəbə evinin olduğu yerdən başlayır ki, bu da Zilqədə ayının 25-nə təsadüf edir. Və Həzrət buyurur ki, hər kim Zilqədə ayının 25-də oruç tutarsa, onun orucunun savabı 60 ayın orucunun savabına bərabərdir. Sözsüz ki, bu gecənin özünün də fəzilətləri vardır. Bir rəvayətlərdə yazırlar ki, 100 ilin ibadətinə bərabərdir. Və Zilqədə ayında demək Zilqədə ayının 25-i ilin seçilmiş o 4 günlərindən biridir ki, Zilqədə ayının Dəhvül Ərz günü, o gündə oruç tutmağın savabı çox demək savabının fəziləti və savabı demək bir neçə hədislərdə müxtəlif demək savablarla qeyd olunub və hətta bir yerdə yazırlar ki, bir rəvayətlərin birində də vardı ki, Zilqədə ayının, yəni 25-i Dəhvül Ərz günü hər kim oruç tutarsa 70 ilin ibadətinə bərabərdir. Yəni 70 ilin günahı ondan silinir. 70 ilin günahı ondan bağışlanır və digər bir rəvayətlərdə də vardır ki, demək göylərin və yerin üzündəki olan varlıqlar Dəhvül Ərz günü Zilqədə ayının 25-i günü oruç tutan şəxsin bağışlanması üçün həm dua edirlər, həm də istiğfar edirlər. Bu ayın, daha doğrusu Zilqədə ayının 25-inin günündə olunan müstəhəb əməllər çox sadə bir əməllərdir. Demək olar ki, yəni sabahki gün cümə günü Zilqədə ayının 25-idir, nurun üzərindədir və cümə günü qüsul alanlar eləyə bilərlər ki, demək 2 niyyət eləsinlər, həm cümə gününün qüsulunu, həm Dəhvül Ərz gününün qüsuludur, nurun üzərində gözəl fürsətdir, fürsəti əldən verməyək və bu gün oruç tutulsun və oruç tutmağının da savabını dedik, zikr və dua və cümə gününün də salam, salavatı Peyğəmbər və ali Peyğəmbərə demək cümə günü bəyənilən müstəhəb əməllərin demək ən üstünü salavatdır və zöhrə yaxın 2 rəkət namazdır və çox da rahat bir namazdır və biz bunu da namazın demək qılınma qaydasının keyfiyyətini də paylaşım eləmişik. Odur ki, inşallah sabahki günümüz həm cümə günüdür, üzümüzə açılan sabah həm cümə günüdür, həm də Zilqədə ayının 25-i ki, Dəhvül Ərz günü kimi ki, tarixdə qeyd olunub və o günün fəzilət və savablarından məhrum olmayaq. İmkan dairəsində bacardığımız qədər sözsüz ki, həm də cümə günü zamanımızın imamı Həzrəti Hüccət ibn Həsən əleyhissalatü vəssalamın günüdür və inşallah ki, sabahki orucumuzla, namazımızla, demək istiğfarımızla və salavatı dualarımızla İmam Zaman əleyhissalamın da xeyirli, bərəkətli dualarını öz tərəfimizə cəlb etmiş olaq və bu feyzdən məhrum olmayaq. İltiması duamız var və mütləq şəkildə bizim günahsız yerə həbsxanalarda olan möminlərimizi, onların bu günləri həbsxana qapılarında qalan ailələrini və əziyyət çəkən evladlarını, ailələrini mütləq dua eləyək və Fələstin məzlumlarını və Fələstində yaşanan bugünkü demək böhranı və artıq insanlığın bütün qırmızı hədləri aşıb dünya miqyasında Fələstin xalqına qarşı və Lübnanda, Livanda olan müsəlmanları, Əfqanistanda olan müsəlmanları, dünyanın hər yerində olan müsəlmanların tezliklə demək bu sıxıntılardan nicat tapması, qurtuluşu üçün və bu qurtuluşun yeganə bir çıxış yolu İmam Zaman əleyhissalamın zuhurudur ki, mütləq şəkildə biz
oruc ağızla, mütləq şəkildə biz demək, ibadət halında bütün öz istəklərimizdən, öz hacətlərimizdən öncə bu duaları eləyək inşallah ki, qoy onların da ən azından minimum həddə biz haqların əda etmiş olaq və əgərləri bu günləri o zalimlər ki, onların hidayətə qabiliyyəti varsa, Allah bilir və o qabiliyyəti onlarda vardırsa, Allahdan istəyək ki, Allah onları tez hidayət eləsin. Əgərləri hidayətə qabiliyyətləri yoxdursa, Allah onları yer üzündən aparsın, məhv eləsin, nabud eləsin, insaniyyəti, bəşəriyyəti zalimlərin əlindən qurtarsın və inşallah ki, adil hakimlərin sayın yer üzündə çoxalsın və adillərin şahı olan İmam-ı Zaman əleyhisselamın zuhuru ilə bizim bu günləri bu haqsız zülmətə qərq olmuş dünyamızı Allah bu, necə deyərlər, işıqlı günlərə çıxartsın. Gələn günlərimiz xeyrə mübəddəl olsun.